Hamını təbrik edirəm. İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra hər iki tərəf hazırda davam eləyən son missiyasını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan eləyəcəklər. Bu atəşkəs 12 saat davam eləyəcək və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq. Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsi başlayacaq. 24-cü saatda tam olaraq isə 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq deyə Trump qeyd edib. Daha sonra o hər iki ölkənin İsrail və İranı bu müharibəni bitirmək üçün göstərdikləri dözümlülük, cəsarət və zəka ilə bağlı təbrik etdiyini bildirib. Trump deyib ki, bu illərlə davam eləyə biləcək və bütün yaxın şərqi məhv eləyə biləcək bir müharibə idi. Amma bu baş vermədi və heç vaxt da baş verməyəcək deyə Trump qeyd edib.